Çünkü tövhidsiz olan ibadet kabul değildir. Çünkü tövhid olmadan edilen ibadet kabul değildir. Necə ki namaz kimi. Əgər namaz dəstəmazsız qılınarsa, kabul olmadığı kimi, həmçində tövhidsiz edilən ibadət də kabul değildir. Və nə qədər çox olsa da, növbə-növ olsa da, o ibadətlər kabul değildir. Allah Teala Zümer suresi 65. ayədə buyurur ki: وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Artıq sənə və səndən əvvəlkilərə vəhy olunmuşdur ki, əgər Allaha şərik qoşsan, bütün əməlin batil olar və xüsrana düşənlərdən olarsan. Bəlilləhə fə'bud. İkisinə yalnız